is Debra Kohanit, and we have come to interview Professor Hüdayi. Let's ask him our questions and listen. Biz bugün Bakı Dövlət Universitetinin birinci kurs tələbələri olaraq sizdən Bakı xanlığı haqqında məlumat almaq istəmişik. Suallarımız nedir? Mən deməli ilk sualımız Bakı xanlığı yaranması və onun Quba xanlığının faydaları. Bakı xanlığı, yəni bilirsiniz, bu xanlıqlar dövrü ümumiyyətlə Nadir Şahın ölümündən sonra baş verdi. Yəni Nadir Şahın zamanında böyük bir imperiya var, Əksarlar imperiyası. Əlbəttə ki, o dövrdə xanlıqlardan danışmaq mümkündür, amma 1747-ci ildə Nadir Şahın ölümündən sonra Azərbaycanda çox sayılı xanlıqlar yarandı ki, bunlardan da biri Bakı xanlığı. Bakı xanlığı Mirzə Məhəmməd xan tərəfindən 1747-ci ildə əsas olunur. Yəni Bakı xanlığı bilirsiniz, Abşeron yarımadasını əhatə edirdi. 39 kənd və bir şəhəri özündə birləşdirir. Mirzə Məhəmməd xan, belə deyək ki, Mirzə Məhəmməd bəy xanlıq elan olunandan sonra, yəni 1747-ci ildə özünü xan elan etdi və bununla da Bakı xanlığının əsası qoyuldu 1747-ci il. Bakı xanlığı ərazisinə görə çox kiçik idi, nisbətən kiçik bir xanlıq idi. Ona görə bilirsiniz, Azərbaycanda meydana gələn xanlıqlardan biri də Quba xanlığı idi. Quba xanlığı nisbətən daha tez meydana gəlmişdi. Xüsusilə Qubalı Fətəli xanın zamanında xanlıq xeyli gücləndi, Quba xanlığı. Və o Azərbaycanı necə deyirlər, birləşdirmək siyasətini yeritməyə başladı. Və bu siyasət nəticəsində demək olar ki, Azərbaycanın şimal-şərq hissəsi Qubalı Fətəli xan tərəfindən birləşdirildi. Bu birləşməyə Bakı xanlığı da daxil idi. Yəni, çox keçmədən Bakı xanlığı da Qubalı Fətəli xanın təsiri altına düşdü. Yəni, burada bir başqa məsələ də var. Yəni, Fətəli xan öz bacısı Xədicə Bikəni, səhv eləmirəmsə, Bakı xana Mirzə Məhəmməd xana ərə verdi və ondan sonra bu qohumluq baş verdi. Ya bundan sonra Qubalı Fətəli xan biraz təsirinə düşdü və Mirzə Məhəmməd xanın ölümündən sonra demək olar ki, Qubalı Fətəli xan tərəfindən idarə olunmağa başladı. Yəni xanlıq tamamilə keçdi Qubalı Fətəli xanın tərkibinə. Qubalı Fətəli xanın ölümündən sonra bu asılılıq aradan qalxdı. Bakı xanlığı kimi digər xanlıqlar da Quba xanlığının təsiri altından çıxdı və Bakıda artıq yenidən müstəqil xanlıq oldu. Yəni Quba xanlığının təsiri azaldı. Yəni bitdi daha doğrusu deyil. Digər sualımız isə Bakı xanlığının iqtisadiyyatı və ticarət əlaqələri haqqında zəmin-olmasa məlumat. Bakı xanlığının iqtisadiyyatı, ticarəti haqqında bilirsiniz, Bakı xanlığı düzdür. Kiçik xanlıq olsa da onun gəliri çox idi. Bu gəlir nədən idi? Birinci ondan idi ki, Bakı xanlığı liman şəhəri idi. Liman şəhəri olduğu üçün Bakı gömrükdən çox pul qazanırdı. Hətta orada bəzi müəlliflər 100 min rubuldan və s. bəhs edirlər. Yəni Bakı xanlığına mallar gəlirdi, müxtəlif ölkələrdən. Buradan başqa ölkələrə gedirdi və nəticədə Bakı sadəcə gömrükdən xeyli pul qazanırdı, Bakı xanlığı. İkinci bir tərəfdən Bakıda o dövr üçün iqtisadiyyatında əsas neft, duz, zəfəran əsas yer tuturdu. Xüsusilə neft. Neftin algısı satqısından Bakı xanlığı çox gəlir götürürdü. Məsələn, bəzi statistik məlumatlara görə o dövrdə Bakıda təxminən 50-yə yaxın neft quyusu var idi. Aydındır. Bundan çıxarılan neft də müxtəlif ölkələrə satılırdı, çoxlu gəlir gətirirdi. Bakıda duz emal edilirdi, istehsal edilirdi və bu duz da satılırdı. Eləcə də zəfəran bilirsiniz ki, çox qiymətli məhsuldur. Yəni bu neftdir, duzdur, zəfərandır, bir də gömrükdən Bakı xanlığı çoxlu gəlir götürür. Yəni Bakı xanlığının təsərrüfatında sadəcə bunlar deyil. Bağçılıq var idi, üzümçülük geniş yayılmışdı, maldarlıq var idi, yəni buz balıqçılıq var idi. Yəni bu sahələr Bakı xanlığına məxsus idi və bu sahələrdən də Bakı xanlığı çoxlu gəlir götürürdü. Yəni iqtisadiyyatı dediyim kimi xanlığın ərazisinin kiçik olmasına baxmayaraq çox gəlirli bir iqtisadiyyat var idi. Mən üçüncü sualımdır ki, Çar Rusiyasının Bakı xanlığının işğal etməsinin prosesi. İşğal, belə deyək, bilirsiniz ki, 1801-ci ildə bu Çar Rusiyasının işğal başladı, işğal siyasəti. Yəni ilk olaraq Qazax Şəmkəti, Borçalı, Tənbək, Şorayev sultanlıqları Rusiya tərəfindən işğal edildi.
Və çox keçmədən güya Ruslar bunu belə bəhanə edədilər ki, həmin ərazilər Gürcüstanın tərkibindədir. Onlar Gürcüstanı özlərinə birləşdirmə haqqında manifest verdilər və bu manifestə görə o xanlıqlar işğal olundu, oraya qoşun yerildi. Halbuki bu sultanlıqlar kimə məxsus idi? Gəncə və İrəvan xanlıqlarına. Həmin xanlıqlar da buna etiraz etdilər, lakin buna baxmayaraq Rusiyanın artıq bilirsiniz qarşısına məqsəd qoymuş ki, buraları işğal etsin. İndi düşünün, hələ Nadir Şah imperiyası zamanı Rusiya ilə münasibətlər gərgin idi. Yazıdadır, Xəzər sahili vilayətləri Pyotur tutmuşdu. Rəşd Gəncə müqavilələri oldu, Ruslar buradan çıxarıldı. O dövrdə belə Ruslarla çətin idi mübarizə aparmaq. Usta gəl, Rusiya imperiya çevrilmişdi. Rusiya imperiya çevrilmişdi, əvəzində Azərbaycanda nə olmuşdu? Kiçik hissələrə parçalanmışdı. 20-yə qədər xanlıq, sultanlıq, məliklik, azad icmalar və s. Yəni ona görə də Rusiya üçün buranı işğal etmək elə də çətin deyildi. Xanlıqlar parçalanmışdı, üstəlik də xanlıqlar arasında münasibətlər elə də yaxşı deyildi. Aydındır, hər xanlıq sanki öz növbəsini gözləyir ki, ondan vaxt işğal olunacaq və onlar özləri ona necə müqavimət göstərəcək, o da bəlli deyil. Yəni çox keçmədən bu 1801-ci ildə başladı işğal. Ondan sonra bilirsiniz, yəni 1803-cü ildə Carbalakan işğal olundu, 1804-cü ildə Gəncə işğal olundu. Gəncə işğalından sonra 1-ci Rusiya-İran müharibəsi başladı. Rusların İrəvan yürüyüşü oldu, düzdür, uğursuz oldu. Və Gəncə müqaviləsi, Gəncənin işğalından sonra bilirsiniz, 1-ci Rusiya-İran müharibəsi başladı və bundan sonra Rusların yolu açıldı. 1805-ci ildə bilirsiniz, Kürəkçay müqavilələri var. Hansı xanlıqlardandır? Qarabağ, Şəki, bir də Şirvan. Bu üç xanlıq da Kürəkçay müqaviləsi ilə Rusiya birləşdirildi. Və bundan sonra artıq Bakıya yol açıldı. Bakını da Rusiya çoxdan tutmaq istəyirdi. Yəni, Bakı bilirsiniz, Dərbəndlə Bakı liman şəhəri idi və bu şəhər Rusiya üçün önəmli idi. Yəni, Azərbaycandan xalmalı Rusiya daşımaq üçün əsas şəhər hansı idi? Bakı. Limandan daşıyacaq edilər. Quru yolla əlbəttə ki, təhlükəli idi, çətin idi, müxtəlif problemlər, bariyerlər çıxabilirdi, amma dənizdə bu çox rahat idi. Ona görə də Bakı limanının işğalı Ruslar üçün xüsusi önəm kəsb edir. Və Kürəkçay müqavilələri imzalandı və bu Kürəkçay müqavilələrində imzalanan, yəni işğal edilən xanlıqdan da biri oldu Şamaxı Şirvan xanlığı. Yəni Rusların Bakıya həm dənizdən yolu var idi, həm də qurudan yol açıldı. Ona görə də bu şəkildə hərəkət edildi. Yəni Sisyanov, bilirsiniz, Rus qoşunlarının Qafqazdakı başkomandanı General Sisyanov idi. O özü quru ilə hərəkət etdi, öz tabirçiliyində belə deyək, 1500-2000-ə qədər qoşun var idi. Hətta burada yerli, bəzi işğal etdiyi ərazilərdən yerli süvariləri də cəlb edilmiş. İkinci bir qoşun Zavalişin başçılığı edib, dənizdən gəlir, o da desant qrupu idi. Yəni bunlar iki tərəflə Bakıya hücum edildilər və düşünürdülər ki, onların gəldiyi silahla, qoşun sayıyla Bakını külə döndərə biləcəkdir. Həqiqətində Bakının işi çətin idi. Şamaxı əgər işğal olunmasaydı, sadəcə dənizdən hücum edildi. Bunun nəysə qarşısını almaq ola bilərdi, çünki Ruslar Bakı xanlığının özünün də topları, silahları var idi. Sadəcə dənizdən almaq elə də asad deyildi Bakını. Şeydə görürsünüz də, qala şəhərdir, bitirmək elə də. Amma qurudan və dənizdən hücum Bakının vəziyyətini xeyli ağırlaşdırdı. Və çox keçmədən Ruslar peyda oldu Bakı qalanın yanında. İndi Nizamın heykəli var. Necə deyim, fantanlara meydana düşən yerdə, solda. Gəlib orada dayandılar, Bakı darvazaları var və Bakı xanlığından Bakının açarını istədilər. Yəni bunu mən mənbədən götürmüşəm. Bakı xanlığının nümayəndəsi gəlir, Sisyanov bana soruşur ki, sən Bakı xansan, deyir, yox, mən onun elçisiyəm. Xan açarları verdi ki, sizə təqdim edir. O da deyir ki, get xana denən ki, xan dizi üstə sürünə gəlin, məndən üzr istəsin, açarları versin, mənə tabi olduğu, yəni təhqir edici sözlərlə onu geri göndər. O da deyir, yaxşı. Gedir, Bakı xanı gəlir. Bakı xanı, hətta elçi deyir ki, Bakı xanı sizlə döyüşmək fikrindeydi, amma belə qərara gəldi ki, döyüşməsin, sizə təslim olsun, ona görə açarı gətirdim. Amma o da onu qəbul etmir, deyir, özü gəlsin, versin və çox keçmədən Bakı xanı gəlir. Yanında əmisi oğlu İbrahim bəy, Qasım bəy, digər qohumları və bir neçə nəfərin müşayiəti ilə Bakı xanı gəlir Sisyanovla üzbəyir. Sisyanovun yanında da Eristov var idi, general mayor və bir də bir Kazak.
Yəni qoşunlar arxada dayanırlar, bunlar gəlirlər yenə danışırlar arxada. Və bu, necə deyirlər, bu nümayəndə gələrkən Bakı xanlığı yenə ondan tələb edir ki, Bakı xanlığından tələb edir ki, o altdan düşsün, nə bilim, gəlsin, sürünə ondan üzr istəsin. Necə deyirlər, jargon kəlmələr istədir, sisyanı. Və buna dözməyən İbrahim bəy, yəni xanın əmsoğlu ateş açaraq sisyanı öldürür. Onun yanındakı şəxslər Eris boyu öldürür. Sadəcə bir nəfər orada qaçıb qurtara bilir ki, Rus qoşunlarına. Yəni bunlar öldürülür və zavali işində bütün qoşunları gəmilərə dolduraraq qaçır. Aydındır. Qaçır, hətta Sağır adasını oradan isə demək olar ki, Azərbaycan sərhədlərini tərk edir. Yəni bilirsiniz ki, Sisyanov burada başı kəsilir, şaha göndərilir və s. Və bu Azərbaycan tarixində çox mühüm bir hadisədir. Bu da nə vaxt olur? 1806-cı ilin fevralında, 8-ində belə deyil. Fevral ayının 8-də, yanvarda başlamışdır. 8-də olub və necə deyirlər, o dövrə qədər Rusiya tabi olan xanlıqlara artıq bildirirlər ki, onlar Rusiya ilə artıq əlaqə bitmişdir. Sisyanov öldürüldü, Kürəkçay müqaviləsinə artıq biz saymırıq. Gəncə deyir ki, mən artıq tabi deyiləm və s. Yəni 1806-cı ildə Azərbaycanda bir yenidən müstəqilləşmə dövrü başlayır. Aydındır. Və bir müddət bu xanlıqlar özləri artıq özünü müstəqil hesab edir. Amma çox təəssüf ki, onlar gözləmir ki, Rusiyanın növbəti yürüyüşü ola bilər. Bunlar o yürüyüş olarsa nə edirsilər? Bunu heç kim gözləmir. Aydındır. Halbuki nə eləməlidirlər? Ona bir hazırlaşmalıydılar. Əgər təkrar yürüyüş olarsa ona... Çünki Rusiyanı burada generallar öldürmüşdü və Rusiya əlbəttə ki, buna səssiz qalmayacaq. Yəni bir tədbir görməli. Amma çox təəssüf ki, bu oldu. Ona görə də 1806-cı ilin sentyabrında Rusların növbəti yürüyüşü başlayır. Necə deyirlər, Qraf Budoviç idi, Sisyanov əvəz etmişdi. O Bulqakova göstəriş verir ki, yürüyüşə başlasın. O da birinci dərbəndi tutur. Daha sonra Bakı xanlığına yaxınlaşır. Bakı xanlığına yaxınlaşında bu dəfə əhali bilmir. Döyüşsün, döyüşməsin. Rusların qoşunu bu dəfə həddindən artıq çox idi. Yəni artıq qərara gəlmişdilər ki, yəni tam təslim etsinlər. Hətta o dediyim ki, Şamxal, Tarkov Şamxalı da burada gəlirdi. Necə deyirlər, hakimiyyəti uğrunda mübarizədə Hüseynqulu xana məğlub olan ikinci Mirzə Məhəmməd xan da Ruslarla gəlirdi ki, bu işğalda iştirak etsinlər. Və ona görə də onlar əvvəlcə tələb edirlər ki, yəni əslində Bulqakov o yerli əhali, yəni Şamxalı və s. elə hazırlamışdı ki, onlar Bakıda gəlib təbliğat aparsın, əhalini qorxusun, qaçırsın və döyüşsüz buranı təslim etsinlər. Və belə də olur, onlar gəlir burada təbliğat filan aparır, amma Bakı xanlığı öz nümayəndəsini göndərir ki, bəs əgər Rusiya xanın təhlükəsizliyinə zəmanət verirsə, əgər onlar əhalidən qisas almayacaqsa Ruslar, biz təslim ola bilər. Amma buna Rusiya necə deyirlər, təminat vermir. Bir müddət keçəndən sonra Bakı xanlığı və s. Bakı xan Hüseynqulu xan fikirləşirlər, götür-qoy edirlər və nəhayət onlar Bakını tərk etməyə qərar alır. Özləri ilə bir yerdə, öz yaxın adamları ilə Bakı əhalisi Bakını tərk edir. Və nəticədə 1806-cı ilin oktyabrın 3-də Bakı işğal edilir. Aydındır. Bakı işğal edilir, Bakı Rusiyanın əyalətinə çevrilir, xanlıq ləğv edilir, 2-ci Mirzə Məhəmməd xanla xan olunur və nəticədə bununla da 1806-cı il oktyabrın 3-də Bakı xanlığının müstəqilliyinə son qoyulur və Bakı Rusiyaya birləşdirir. Bundan sonra Bakının bütün ticarəti, iqtisadiyyatı hamısı Bakıda necə deyirlər, Rus idarəçiliyin əlinə keçir. Çox sağ olun.